Salam, axşamınız xeyir olsun. Mən Fatimə Allahverdiyeva, müəllimlər və digər pedaqoji kadrlar üçün təlimlər təşkil edən Edgrow Center və Arum Progressive Center'ın rəhbəriyəm. Həmçinin bu axşamki təlimdə moderatorunuz kimi iştirak edəcəm. Bugünkü mövzumuz müasir təhsildə Montessori yanaşmasıdır. Təlimçimiz Məlahət Paşayevadır. O Uşaq inkişafı üzrə pedaqoq və təlimçi, metodistdir. Təlimimiz rəsmi sertifikatlıdır. CV-nizə yerləşdirə biləcəyiniz, eyni zamanda il sonu hesabatlarınızda təqdim edə biləcəyiniz sertifikatı simvolik ödənişlə əldə edə bilərsiniz. Sertifikatı əldə etmək üçün elandakı əlaqə nömrəsinə yazmanız kifayətdir. Təlim hal-hazırda rekord olunur və mərkəzimizin Telegram kanalında paylaşılacaq və keçid linkini WhatsApp qrupumuzda bölüşəcəm. Sizdən xahişim səsləri bağlı saxlamanız və təlimin gedişatını bölməməyinizdir. Əlavə suallarınız olarsa təlimçidən soruşa bilərsiniz. Necəsiz Məlahət xanım? Hər vaxtınız xeyir. Çox sağ olun. Təşəkkür edirəm. Siz necəsiz? Ümidvaram Mən hər kəs yaxşıdır. Əla, lap yaxşı. Ə, sizdədir. Necə səsiniz? Aha. Sizdədir. Aha, təşəkkür edirəm. Ə, Ümidvaram hər kəs çox yaxşıdır. Vaxtlarını ayırırlar, dəyərli zamanlarını ayırırlar. İnşallah ki, faydalı və məlumatlı bir təlim olacaq, webinar olacaq hər kəs üçün. Mən Məlahət Paşayeva, uşaq inkişafı və Montessori metodikası üzrə təlimçi və pedaqoqam. Artıq 9 ildir ki, uşaq inkişafı və Montessori metodikası üzrə fəaliyyətimi davam elətdirirəm. Niyə Montessori, niyə məhz Montessori metodikası, Montessorinin faydaları və bunlara giriş edəcəyik. İlk öncə onu bildirmək istəyirəm ki, Montessoriyə mən uşaqlarımla gəlməyə qərar verdim. Çünki övladlarıma öz ixtisasım ibtidai təhsilin tədrisi və metodikasıdır. Və müəlliməyəm, pedaqoqam, amma məhz öz sənətimdə, öz ixtisasımda qalmağımın və illərdir bu ixtisası davam elətdirməyimin səbəbi evladlarım oldu. Çünki həmin zamanlarda erkən inkişaf dövrü uşaqların çox önəmlidir və erkən inkişaf dövründə uşaqlarımın belə deyim, düzgün kadrlarla yetişdirməsi, sırf həmin dövrlərdə innovativ metodikaları araşdırdığım zaman Montessori metodikası diqqətimi çəkdi. Ona görə ki, uşağa hörmət, uşağın potensialının üzə çıxması və uşağın belə deyim, şəxsi inkişafını birbaşa fərqində olaraq yetişməsini dəstəkçi olan bir metodika olduğu üçün mənim maraq dairəmi aldı və artıq illərim ona belə deyim, həm uşaq inkişafına, həm də Montessori metodikası ilə dəstəkləməyə qərar verdim və Montessori metodikası ümumiyyətlə bilmək istərdim ki, hər kəsin bu metodika ilə bağlı fikirlə, ümumiyyətlə məlumatları varmıdır və kimlər nə qədər bilir? Chat bölməsinə yaza bilərsiniz. Bir də auditoriyada əsasən müəllimlərdir, yoxsa tələbələrdir? Salam, axşamınız xeyir olsun. Mən ibtidai sinif müəlliməsiyəm. Əla, təşəkkür edirəm bildirdiyiniz üçün. Aha. Qısa, riyaziyyat müəlliməsi, məlumatım yoxdur. Aha, bəli, buyurun, kimsə yazdı, Sualı dedi. Suala bir də səsləndirdiniz. Necə sual verdiniz? Necə? Sualı indi qoşuldum. Sualı eşitmədim. Sual verdiniz elə Aha, bildim. dedim Montessori metodikası ilə bağlı məlumatınız varmıdır və müəllimələr yoxsa tələbələrdir qoşulanlar, məlumatım yoxdur. Cavab verə Aha. bilərəm mən Montessori Bəli, haqqında? buyurun, buyurun. Montessori uşaqların özləri araşdırıb Məlumatınız var. material haqqında, material elə bir material verilir ki, uşaq onu özü uyğunlaşdırır, səhvini tapır, yenidən özü qərara gəlir, həmin İngilis tapşırığı dili müəllimi. yenidən. Əla, lap yaxşı, lap yaxşı. Əla, məlumatı olanlar və olmayanlar var. Təşəkkür edirəm fikirlərinizi bölüşdüyünüz üçün. Bildirmək istəyirəm ki, Maria Montessori İtaliyada dünyaya gəlib və ilk öncə dövrünün qəhrəman qadınlarından olub və
oxuyub o zaman həkim olaraq oxuyub bitirdikdən sonra Romaya işləməyə göndərirlər və orada ə, əqli qüsurlu, tərbiyə oluna bilməyən uşaqlarla işləyir və işlədiyi zaman uşaqların üzərində tətbiq edir. Məişət əşyalarından, təbiətdən gələn əşyalarla metodik vəsaitlər düzəldir və bunu uşaqlar üzərində çox gözəl geri dönüşlər alır və çox gözəl geri dönüşlər aldığı üçün o normal uşaqlar üzərində tətbiq etdiyi zaman düşünür ki, daha gözəl nəticələr alacaqdır və buna görə də bu metodika artıq dünyaya səs salmağa başlayır. Çünki öz təsdiqini tapır geri dönüşləri ilə və Montessori metodikasının belə deyərəm ki, prinsipləri ondan ibarətdir ki, mən bu arada slaydı paylaşmaq istəyərəm. Hı -hı. Bu şəkildə. Hı -hı. Hər kəs görür slaydı? Bəli. Hı -hı. Montessori təhsili müstəqil öyrənənlərin yetişdirilməsi deyilir və Montessori metodikasının özəyində 5 deməli bölmə vardır ki, gündəlik həyat bacarıqları bölümü, duyğu bölümü, deməli sonra gəlir dil bölümü, riyazi bölüm və kosmik bölüm. Bu mən belə deyərdim, nəyə görə müstəqil öyrənənlərdir? Gündəlik həyat bacarıqları bölümündə uşaqlar müstəqil öyrənməni, müstəqil həyat fəaliyyətlərini qavrayırlar. Daha sonra burada rahatlayırlar, inkişaf edirlər və öz fəaliyyətlərini tamamlayırlar və daha sonra keçirlər hiss etmə, duyğu bölümünə. Duyğu bölümündə, deməli, gündəlik həyat bacarıqları bölümündə rahatlayırlar, duyğu bölümündə hiss edirlər, beyin açıq vəziyyətə gəlir, məlumatı emal etməyə açıq vəziyyətə gəlir. Daha sonra keçid edirlər akademik bölümə, riyaziyyat, dil və kosmik bölümə və deməli, Montessori əsas prinsipləri nədən ibarətdir? Montessori metodu hər bir uşağın təbii inkişafına hörmət edən, müstəqilliyini, marağını və ömürlük öyrənmə sevgisini inkişaf etdirən təməl prinsiplər üzərində qurulub. Uşaqların öz tempində öyrənməsi xüsusi əhəmiyyət daşıyır ki, bu da demək uşaqlarda üzr istəyirəm. Diqqətlə, deməli, burada öz tempinə hörmət etmək ondan ibarətdir ki, uşaqların hər birinin ayrıca öyrənmə tempi vardır ki, uşaqlar biri daha sürətli öyrənir, biri daha aşağı sürətlə öyrənir, biri orta tempdən öyrənir və uşaqların hər birinin tempinə hörmətlə etdiyimiz üçün onların inkişafını birbaşa dəstəkləmiş oluruq və bu zamanda onların maraq dairəsinin ortaya çıxmasına və potensialını ortaya qoymaları üçün şərait yaratmış oluruq. Diqqətli hazırlanmış təlim mühiti nədir? Burada isə hər uşaq sinifə girməmişdən öncə onlar üçün hazırlanmış bir mühit vardır ki, bu da onların birbaşa inkişafını dəstəkləyir ki, burada hər bir vasitə ilə görərək, uşaqları toxunaraq, hiss edərək öyrənməni təşviq edir. Əgər ki, biz görərək, toxunaraq, hiss edərək öyrənə bilmiriksə, heç bir şeyi uşağa göstərə bilmiriksə, biz o zaman öyrənməni dəstəkləməmiş oluruq. Kəşf üçün əl ilə hazırlanan materiallar və burada isə uşaqların kreativliyi ortaya qoyulur və bu zaman uşaqlarda yaradıcılıq, daha analitik düşünmə, yəni uşağın öz kəşf edərək daha belə deyim, öyrənməni təşviq edir ki, bu da birbaşa onun kreativliyini, yaradıcılığını birbaşa inkişaf elətdirir. Daha sonra Montessori'də müəllimin rolu nədir? Müəllimin rolu müşahidəçi və rəhbər rolundadır. Mənə özüm etməyə kömək et deyir. Montessori müəllimi dərsin mərkəzində deyil, demək, uşağın və mühitin arasındakı körpüdür. Əsas fəlsəfə uşağın daxili potensialını üzə çıxarmaq üçün ona mane olmamaq və doğru istiqamətləndirməkdir. Yəni, müəllim kənarda müşahidəçi rolunda olur. Bu da uşağın öz fəaliyyətini daha rahat görməsinə, onun tempinə hörmətlə yanaşmağa və qiymətə fokuslanmamağa kömək dəstəkçi olur ki, bu da həm müəllimin pedaqoji fəaliyyətində üstünlük təşkil edir, həm də uşağın potensialının önə çıxmasında birbaşa rol oynayır ki, burada müəllimin yanaşmasında əsas prinsiplər aktiv müşahidəçi, müdaxilə etməmək, hazırlanmış mühit. Müəllim müdaxilə etmir, müəllim yenidən dərsi təqdim edir.
və daha sonra uşaqların müstəqil, yaradıcı və məsuliyyətli fərd kimi yetişməsində Montessori yanaşmasının rolu nədən ibarətdir desək, burada isə bu stop kadrdır. Montessori yanaşması uşağın təlim prosesinin mərkəzində, tempində olmasına kömək edir. Bu da bu metodda uşaqlar seçim etmə qərarı verilir ki, öz fəaliyyətlərinə görə məsuliyyət daşıyırlar. Uşaqlar hər bir fəaliyyətinə görə məsuliyyət daşıyırlar. Bu zaman məsəl üçün sinifdə uşaq bir fəaliyyəti etdiyi zaman belə deyim, etməyə bilər, istəməyə bilər, eləmək istəməyə bilər. Bu zaman biz ona hörmətlə yanaşırıq, amma məsələn hansısa bir materialı yerinə qoymamaq istəyər, amma biz demək bir neçə dəfə cəhd etdiyimiz zaman uşaq artıq bilir ki, bu onun öz fəaliyyəti çərçivəsindədir və onun məsuliyyəti daxilindədir. Uşaq əgər bir materialı götürübsə yerinə qoymalıdır. Biz bunu mütləq şəkildə uşağa aşılamalıyıq və öz fəaliyyətlərini özü etməlidir. Yəni gündəlik həyat fəaliyyətlərini özü etməlidir. Biz ona kömək etməməliyik. Özü edə biləcəyi işdə biz ona kömək etməməliyik. Həmçinin də biz valideynləri də bu mövzuda maarifləndirməliyik ki, bizim etdiyimizi valideynlər də evdə dəstəkləsinlər. Çünki biz edib bizim etdiyimiz məktəbdə qaldığı zaman əlbəttə ki, effektsiz olur. Bu şəkildə daha sonra deməli müstəqillik, yaradıcılıq, deməli hazır cavablar vermək əvəzinə araşdırmaq və kəşf etmək şərait yaradılır və məsuliyyət. Uşaq istifadə dediyim kimi materialı qaydaya salır, yerinə qoyur, öz işinin nəticələrini dəyərləndirməyi öyrənir. Nəticədə uşaq yalnız akademik bilik qazanmır, həm də həyat bacarıqları formalaşdırır. Müasir təhsil mühitində Montessori metodunun tətbiqi hansı üstünlüklər yaradır desək, Montessori dünyada təhsildə yalnız məlumat ötürmək deyil, bacarıqlar formalaşdırmaqdır. Bura həmçinin emosional bacarıqlar da daxildir. Tənqidi düşüncə, problem həll etmə, daxili motivasiya, uşağın özünə inamı, sosial və emosional bacarıqlar və fərqlilikləri nəzərə almaq. Bu nə deməkdir? Hər bir uşaq fərqlidir və biz o fərqi o zaman kəşf edə bilirik müasir təhsil mühitində. Əgər biz müasir təhsil mühitində Montessori metodundan istifadə ediriksə, bu uşaqda fərqi nəzərə almağı bizə öyrədir. Çünki bir Montessori metod belə deyim, sinifində hər bir materialdan bir ədəddir. Bu uşaqda səbri formalaşdırır. Bu uşaqda bir də yavaşlıq məsələsi var ki, uşaqlar materiallarla işlədiyi zaman o yavaşlıq, o temp, bütün bu fəaliyyətlər nəzərə alındığı üçün hər bir uşağın sinifdə bir dəftəri vardır. Həmçinin bunu da qeyd etmək istəyirəm ki, müəllimin hər bir uşağa aid bir dəftəri vardır və hər bir uşağın fəaliyyətləri ora qeyd olunur və orada bütün məlumatlar ora qeyd olunduğu üçün digər müəllimlər, əgər bir müəllim sinifdən ayrılarsa və yaxud da çıxarsa və ya hansısa bir hadisə baş verərsə, artıq yeni müəllim gəldiyi zaman artıq uşaq haqqında detallı məlumatlı olur ki, və uşağı hansı tərəfə yönəldəcəyini, hansı tərəfdə inkişafının üstünlük təşkil etdiyini bilir və yaxud da ki, hansı tərəfə aparacağını daha rahat bir yol, fərdi inkişaf xəritəsi çəkə biləcəyini bilir. Bu səbəbdən Montessori prinsipləri dünyanın bir çox qabaqcıl təhsil müəssisələrində tətbiq olunur və daha sonra keçid edirik Montessori metodunun əsas prinsipləri hansılardır? Deməli, uşağa hörmət, hər uşaq fərdi xüsusiyyətlərə malikdir, qeyd etdiyimiz kimi hazırlanmış mühit, azad seçim, praktiki fəaliyyətlər və müşahidə. Deməli, praktiki fəaliyyətlər dediyim kimi ondan ibarətdir ki, xüsusilə o hissəyə toxunmaq istəyirəm. Praktiki fəaliyyətlərdə uşaqlar bütün bizim yəni bütün dərs keçdiyimiz sistem hər birini biz uşağa gözlə göstərməliyik. Yəni biz gözlə göstərə bilmədiyimiz heç bir şeyi uşağa ötürə bilmərik. Montessori metodikasının əsas prinsiplərindən biri budur və azad seçim. Azad seçim həmçinin uşaq fəaliyyətlərinin sərhədlərini bilir və bir materialın olması xüsusilə digər uşaqların bir-birlərinə hörmət etmələrinə təşviq olunur ki, bu da uşağın
digər yoldaşının materialı bitirdikdən sonra o materialı işləyə biləcəyini bilir və səbr formalaşdırır. Həmçinin də biz bunu uşaqdan bəhs edirik. Gözləməmək istəyə bilər, yəni problem yarada bilər və bu zaman biz dəfələrlə uşağa bunu bildiririk və uşaq artıq hörmətin, bir-birlərinə qarşılıqlı hörmətin belə deyim, fərqində olur və həmçinin də uşaqlar sinifdə biz qarışıq siniflər tətbiq edirik. Böyük yaşlarla kiçik yaşları bir sinifə birləşdiririk və bu zaman uşaqlar, böyük uşaqlar balaca uşaqlara öyrədirlər və bəzən balaca uşaqların bildikləri bəzi nüansları böyük uşaqlar bilmir, böyük uşaqlara öyrədirlər və bu zaman bir qarşılıqlı hörmət, emosional bağ, sosial münasibətlərin inkişafına xüsusi rol oynayır. Uşaq yönümlü təhsil mühitinin qurulması nə üçün vacibdir? Uşaq yönümlü mühit uşağın ehtiyaclarını, maraqlarını və inkişaf xüsusiyyətlərini nəzərə alan təhsil modelidir. Və belə mühit təlimdə marağı artırır, öyrənmə stresini azaldır, özünə ifadəni gücləndirir, fərdi potensialın üzə çıxmasına şərait yaradır. Emosional təhlükəsizlik hissini də formalaşdırır. Araşdırmalar deməli göstərir ki, özünü təhlükəsiz və dəyərli hiss edən uşaqlar effektiv öyrənirlər. Bu ona görədir ki, təlimə marağı artırır deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni uşaq yönümlü, yəni uşağın dinləndiyini, onun dinləndiyini qarşı tərəfin bildiyi zaman özündə bir dəyər hiss edir və daim danışan uşaq, daim dinlənən uşaq daim ürətməyə, yəni inkişaf etməyə maraqlı olur və həmçinin də fərdi potensialını ortaya qoyması üçün onda daha çox şərait yaradılır və emosional olaraq da artıq özünü təhlükəsiz hiss edir ki, bilir ki, o danışdığı zaman o dinlənilir, o danışdığı zaman onun fikirlərinə önəm verilir, o danışdığı zaman onun fikirləri ön plana çəkilir. Daha sonra müstəqil öyrənmə və məsuliyyət bacarıqları necə inkişaf elətdirilir uşaqlarda? Montessori yanaşmasında bu bacarıqlar gündəlik fəaliyyətlər vasitəsilə inkişaf elətdirilir ki, bu uşaq deməli fəaliyyəti seçir, işini planlaşdırır, tapşırığı tamamlayır, səhvlərini özü aşkar edib düzəltməyə çalışır, materialları qaydasına salır. Uşaq fəaliyyəti seçir. Yəni biz konkret sinifdə dərs planımız var ki, həftəlik dərs planımız var, aylıq dərs planımız var və uşaqların hansı dərsləri keçəcəyini, həftədə neçə dəfə dil bölümü, həftədə neçə dəfə riyazi bölüm, həftədə neçə dəfə kosmik bölüm olacağı bəllidir. Amma gündəlik həyat bacarıqları bölümü hər gün keçirilir və uşaqlara sərbəst vaxt çərçivəsində hansı fəaliyyətlə işləməsi mütləq şəkildə verilir. Uşaq işinin planlaşdırmağı öyrənir ki, hansı tapşırığı necə etməlidir, necə harda araşdırma etməlidir ki, onların bu şərait yaradılır. Səhvlərini özü aşkar etməsi üçün, düzəltməsi üçün şərait və imkan yaradılır və materialları mütləq şəkildə, götürdüyü şəkildə də qaydasına salmağı öyrədir. Bu proses uşağın özünü nəzarəti, özünə idarə etməni, məsuliyyəti formalaşmasında kömək edir və müasir təhsil prosesində Montessori yanaşmasının praktik tətbiq nümunələri hansılardır? Desək, Montessori prinsipləri yalnız Montessori məktəblərində deyil, adi məktəblərdə, bağçalarda tətbiq edilə bilər. Bu yanaşmadan bəhs edir. Yanaşma nədir? Yəni burada müəllim yanaşması bəhs edilir ki, hansı ki sinifdə fəaliyyət mərkəzlərinin yaradılması, layihə əsaslı öyrənmək, praktiki həyat məşğələlərinin tətbiq edilməsi, fərdiləşdirilmiş tapşırıqlar, yaş qarışıq qruplarla iş, bayaq qeyd etdiyim kimi, özünü qiymətləndirmə fəaliyyətləri ki, bu tətbiqlər uşaqlara daha fəal, məsuliyyətli və motivasiyalı öyrənənlərə çevrilməsinə kömək edir ki, hansı ki, layihə, məsəl üçün hər bir sinifdə fəaliyyət, hər bir sinifdə, necə Montessori sinifində bir sinifin içərisində
sinifin bir hissəsində gündəlik həyat bacarıqları bölümü hissəsi olur, duyğu bölümü hissəsi olur, daha sonra dil bölümü hissəsi olur, kosmik bölüm hissəsi olur, riyazi bölüm hissəsi ayrı-ayrılıqda əlbəttə ki olur və kitab oxumaq üçün oxu bölümü olur ki, burada da layihə sinifdə də həmin o köşələrin, yəni hamısı olmasa belə bəzi hissələr yarada bilərik. Məsəl üçün dil bölümünə aid, riyazi bölümünə aid ki, hansı uşağın hansı bölümə marağı varsa, azad, sərbəst vaxtda uşaqlar onunla maraqlana bilsinlər. Layihələrin tətbiqi üçün, layihə əsaslı öyrənmək üçün isə burada biz layihələri xüsusilə sinifdə daha çox layihə tətbiq etmək, məsəl üçün hansısa təqdimat, material birlikdə hazırlamaq, məsəl üçün tətbiq edə bilərik. Praktiki həyat məşğələlərində isə biz məsələn hansısa bir bölümdən bəhs edirəm. Atıram, məsəl üçün tutalım, günəş öyrənirik və yaxud da külək, həvəslə bu gün fəsilləri öyrənirik, havaları öyrənirik. Biz onu real şəkildə uşaqlara göstərərək öyrədə bilərik və yaxud da ki, hansısa bir orqanı keçirib, məsəl üçün təbiət elmlərindən bəhs edirik və yaxud da ki, insan üzərində insan bölümündən bəhs edirik ki, hansı ki, biz onları real şəkildə göstərərək keçə bilərik. Fərdiləşdirilmiş tapşırıqlar nədir? Fərdiləşdirilmiş tapşırıqlar isə hər bir uşağın öz tempinə hörmət etmə nəzəriyyəsinə görə, burada isə hər bir uşağın maraq dairəsinə uyğun ona fərdi tapşırıqlar verə bilərik ki, onun maraq dairəsinin inkişafına şərait yaratmış olaq. Yaşın qarışıq qruplar isə burada isə dediyim kimi sosial-emosional bağın inkişafında böyük dəstəkçi olur ki, bu böyük siniflərlə balaca sinifləri qarşı-qarşıya gətirər. Ən çox bəzən şikayətlər məktəblərdə daha çox bu üzrə gəlir. Bir metodist olaraq bunu bildirmək istəyirəm ki, daha çox bu üzrə gəlir ki, məsəl üçün balaca uşaqlara, böyük uşaqlar məsəl üçün düzgün anlamırlar bir-birlərini və yaxud da ki, onları incidirlər. Burada isə düzgün bağ qurduğumuz zaman uşaqlar arasında çox geniş, belə deyərdim ki, çox gözəl bir emosional bağ formalaşmış olur. Qruplar arasında fəaliyyət qurduğumuz zaman özünü qiymətləndirmək isə uşağın başqa uşaqlarla deyil, özü ilə müqayisəsini tətbiq etməkdir ki, bu nədən ibarətdir? Uşağın əvvəlki nəticəsi ilə müqayisədir. Bu əvvəlki nəticəsi aşağıdırsa, indi çox cüzi fəaliyyəti yuxarı qalxıbsa, biz öz fəaliyyəti ilə uşağı müqayisə edə bilərik və yaxud da ki, uşağın yaxşı fəaliyyətlərini ön plana çəkərək onu qiymətləndirə bilərik. Montessori yanaşması sadəcə bir tədris metodu deyil, uşağa hörmət, azadlıq və məsuliyyət üzərində qurulan inkişaf fəlsəfəsidir. Bu yanaşma uşaqların akademik nailiyyətləri ilə yanaşı onların müstəqil düşünən, yaradıcı, sosial cəhətdən yetkin və məsuliyyətli fərdlər kimi formalaşmasına xidmət edir. Və 3 zamanlı dərs metodu nədən ibarətdir ki, müəllim lüğət ehtiyatını artırmaq üçün tanıma, tanımlama və müstəqil ifadə yoxlama üçün bu metodu tətbiq edir. Bu, məsəl üçün, kubdur. Bir çəhrayı güllədən bəhs edirəm. Bu Montessori'nin ana materialıdır. Bu kubdur. Mənə kubu göstər. Uşaq kubu göstərir və daha sonra müstəqil ifadə uşağı yoxlamaq üçün öz fəaliyyətini və söz ehtiyatını artırmaq üçün bu nədir? Artıq uşaqdan həmin sözün eşitməyi tələb edirik. Müəllimin şəxsi keyfiyyətləri isə səbir, uşağın öz tempini öyrənməsinə hörmət etmək, nəzakət və ehtiram. Müəllim uşaqla danışarkən onun göz səviyyəsinə enir və zəhmət olmasa çox sağ ol kimi ifadələrlə model olur. Ruhun hazırlığı isə müəllim öz daxili mühakimələrindən və qəzəbindən təmizlənməli və sinifə sevgi və sükunət gətirməlidir. Nəticədə Montessori müəllimi bir bağban kimidir. O bitkini, uşağı böyütmür. Sadəcə bitkinin öz-özünə böyüməsi üçün ideal şərait yaradır və qulluq edir. Montessori elementləri ənənəvi sinifə inteqrasiya. Deməli, dediyim kimi, fiziki mühitin yaradılması, açıq rəflər, müəllim deməli, rəflərin kilidi saxlamaq əvəzinə materialları uşaqların boyu çatacaq açıq rəflərə düzmək, zona bölgüsü, sinifi fən sahələrinə görə, dediyim kimi,
riyaziyyat küncü, oxu küncü kiçik zonalara bölmək. Müəllimin rolu transformasiyası. Burada isə mühazirədə müəllimin rəhbərliyi, müəllimin lövhə önündə daima danışması əvəzinə kiçik qruplarla və fərdi şəkildə masalarla çalışması və seçim azadlığı. Günün müəyyən bir saatını, məsələn 45 dəqiqə sərbəst iş və layihə kimi müəyyən edərək uşaqlar hansısa bir mövzu üzərində işləmək üçün şans vermək və qiymətləndirmə, deməli rəqabətdən inkişafı uşaqların bir-biri ilə müqayisə etmək əvəzinə ən yaxşı qiymət alan kimdir əvəzinə hər uşağın öz əvvəlki nəticəsi ilə müqayisə olunması. Bu şəkildə. Və burada bizə Montessori demək ənənəsinin qısa ənənəvi bir xüsusi bir hissəyə toxunmaq istəyirəm ki, burada nədir? Ənənəvi təhsildə ad günlər necə qeyd olunur? Məsəl üçün çox üzr istəyirəm bir saniyə. Burada nəsə Bizdə məsəl üçün burada videonu açmaq istəyirəm mən. Normal ənənəvi təhsildə biz tortun üzərində şamları üfürürüksə, deməli hər kəs məni eşidir. Bəli, müəllim, səsiz Aha. gəlir. Bəli. Aha. Deməli, Montessori siniflərində biz necə qeyd edirik? Günəşin deməli yer kürəsinin günəş ətrafında fırlanmasını, uşağın necə bu yaşa gəldiyini, uşaq fərqində olsun deyə biz bunu real şəkildə uşağa göstəririk, göstərərək öyrədirik. Və burada kiçik bir video var. Mən istəyərdim ona real baxasınız. Açılmadı. The goes around the sun, tra-la-la. The earth goes around the sun, tra-la-la. The earth goes around the Yer kürəsi uşağın əlindədir. you and his one. Və yer kürəsinin günəş ətrafında neçə dəfə fırlandığını və uşağın bu yaşa necə gəldiyinin, çox üzr istəyirəm, gəldiyinin fərqində olsun deyə uşaq bunu bu şəkildə görür. Və daha sonra bir dəqiqə, bu videoda baxmağınızı istəyərəm. Burada deməli həmin o videonun şəkil variantıdır. Həm də ki biz bu mahnını oxuyaraq yer kürəsinin günəş ətrafında fırlanmasını, neçə dəfə fırlanıb, fəsillərin dəyişməsini və daha sonra ayların neçə dəfə məsəl üçün getməyini, uşağın 5 yaşa artıq neçə dəfə yer kürəsini fırlanaraq və uşaq neçə dəfə fırlanırsa, o qədər də yaşı olur və həmçinin də valideyndən də biz uşağın kiçik yaş dövrlərindəki paltarlarını, şəkillərini falan da istəyirik ki, həmçinin orada düzürük. Uşaq üçün çox maraqlı olur və həqiqətən bu yaşa necə gəldiyinin artıq real şəkildə bir şahidi olur. Bu şəkildə. Uşaqlara bu proses daha maraqlı olur. Deyərdim ki, nəinki bizim ənənəvi təhsildə şam üfləyərək uşaqlara. Çünki uşaqlar həmişə bizə suallar verir ki, biz necə bu yaşa gəlib çıxmışıq. Belə, diqqətiniz üçün təşəkkür edirəm. Çox sağ olun, təşəkkür. Və bilmək istəyərdim ki, kiminsə bir sualı varsa. Müəllim, mən YouTube-da Montessori siniflərinə baxıram.
çox sakit, yəni 5 yaşlı uşaq, 3 yaşlı uşaq sinifin bir tərəfində oturub özü üçün müəyyən müddətdə oyun oynayır və sakitçilikdir. Amma biz bu günləri 5 yaşlı dərs keçəndə bir uşağa bir hərəkət tapşıranda hamısı eyni vaxt eləyir. Bunu necə əldə edirsiniz Montessori E, siniflər müəllim e, olaraq? Belə deyim də, sinifdə bir sistem var və bütün sistem onun içərisində hərəkət edir bir planlı şəkildə və kiçik yaşlardan artıq uşaqlar bəzən belə deyim, bu əldə olunmaq üçün müəyyən proseslər keçirik əlbəttə ki, hansı ki, bu proseslər zamanı biz uşaqlarda xüsusilə də belə deyim, uşaq ola bilər ki, məsələn, çəhrayı güllə ilə işləyir, elədirmi? Bəs ola bilər ki, onu ağzına alıb açsın, dişləsin. Bu Montessori sinifində də ola bilər və yaxud da ki, materialla işləmək istəməsin, başqa bir materiala keçid etsin və yaxud da yoldaşlarına maneçilik etsin. Belə bir hallar əlbəttə ki, Montessori sinifində də ola bilər. Amma ki, biz həmin anda biz uşağı götürürük və düşünürük ki, həmin anda uşaq həmin materialla işləməyə hələ ki hazır deyil və uşağın rahatlamağa ehtiyacı vardır və biz uşağı gündəlik həyat bacarıqları bölümünə yönəldirik. Və gündəlik həyat bacarıqları bölümündə bizim deməli orada öz fəaliyyəti ilə məşğul olması üçün ona fəaliyyətlər veririk və yaxud da duyğu bölümündə hiss edərək rahatlaması üçün və başqa bir hansı ki fəaliyyətlərimiz var bizim ki, süngərlə işdir və yaxud da ki su tökmədir ki, bu rahatlayır uşağı. Süngərləri bu şəkildə sıxaraq uşaqlar bütün enerjisini boşaldılar və rahatlayırlar. Və biz sinifdəki bu rahat ortamı əldə etmək üçün müəyyən proseslər, dediyim kimi, bu proseslərin hamısı keçirilir. Hansı ki, uşaqlar özləri artıq fərqində olurlar ki, onlar öz fəaliyyətlərinin, öz inkişaflarının birbaşa iştirakçısıdırlar və öyrənməni öyrənmək istədikləri üçün öyrənirlər. Yəni məcburiyyət üçün, qiymət üçün deyil. Birinci sinifdə məsələn, bu uşağa bu vərdişi yiyələndirmək üçün təxminən nə qədər vaxt sərf olunur? Məsələn, indi Montessori'də kiçik yaşlardan olur da, amma məktəb mühitində bunu neçə ay müddətində eləmək olar? Məktəb mühitində belə deyim, ilk başlarda məsəl üçün sinifə gələn bir uşaq əgər ki məktəbə qədəri görmüşdürsə, əlbəttə ki, bu prosesləri daha rahat keçmiş olar. Yəni sinifə tabe olmayan, heç cürə oturmayan, heç bir şəkildə tabe olmayan uşaq mütləq şəkildə o uşağın sinifdə oturması mümkün deyildir və həmin zaman biz uşağı rahatlayacağı bir materiala, yəni diqqət mərkəzində biz ana ilə, valideynlə işə keçirik birbaşa olaraq. Çünki valideynin bilməlidir ki, burada uşağın maraq dairəsi nədədir? Biz bir neçə gün uşağı izləyirik. Əlbəttə biz özümüzdə kəşf etməliyik uşağı və uşaqda bilməliyik ki, uşağın maraq dairəsini, marağını çəkən hansı nüanslar var? Mən nələrlə uşağın diqqətini, marağını dərsə yönəldə bilərəm? Belə deyim, ən çox uşağı sevgi. İlk başda sevgi mütləqdir. Əgər biz uşağa sevgini aşılaya bilmiriksə, empatiyanı, sosial, emosional bağı qura bilmiriksə, zaten orada itirmişik. Biz orada o bağı qurmalıyıq ki, uşağa hansısa bir kontakta girib uşağa nəsə ötürə bilək. Autizm uşaq var da sinifdə heç cür oturmur mənim 5 yaşlı da. Yəni, bax onu nə qədər dilə tuturuq, nə bilim hədiyyələrlə həvəsləndiririk, amma o uşaq part arxasında otura bilmir. Məsələn, onu Montessori'də siz təlim həmin vəziyyətə gətirə bilirsinizmi ki, oturub oyuncaq ona oynasın hansısa bir müddətdən sonra? Dediyim kimi biz o uşağın nəyə ehtiyacı olduğunu, həmin anda nə lazım, indi hal-hazırda hansı hissə, məsəl üçün akademik tərəfi indi hal-hazırda elə uşaq var ki, dediyim kimi siz deyirsiniz ki, otura bilməyən uşaq zaten otura bilmirsə, biz onu akademik bir material qarşısına qoya bilmərik. Biz onu o zaman hissi bacarığını, emosional o daşqınlığını aradan qaldırmalıyıq ki, onu sakin bir vəziyyətdə, sakit bir halda dərsə yönəldə bilək. Əgər biz o prosesi aradan qaldıra bilməsək, o zaman dediyim kimi o otuzdurma məsələsi qətiyyən alına bilməz. Və həmçinin də zaten Montessori siniflərində bəzi materiallar yerdə işlənilir, xalça üzərində işlənilir, daha rahat və sərbəst şəkildə işləyirlər uşaqlar. Bir də müəllim, uşağın öyrənmə tərzlərini hansı
vasitə ilə öyrənsin ki, bu uşağın marağı nədir, hansı yolla bu uşağa öyrədə bilər. O öyrənmə tərzləri nəzərə alınırmı Montessori'də? Bəli, bəli, mütləq şəkildə. Hər bir uşağın öz öyrənmə tempi var, öyrənmə ə, üsulu var. Bəzi uşaqlar, ümumiyyətlə Montessori'də uşaqlar əylənərək öyrənirlər, fərqində olmurlar, amma əylənərək öyrənirlər. Məsələn, çox bəsit bir nümunədən gələcəm ki, hansı ki, vurma cədvəlini mən misal gətirmək istəyirəm ki, uşaqlar vurma cədvəlini əzbərləmədən, oynayaraq, oyun şəklində öyrənirlər. Yəni əzbərləmə qətiyyən yoxdur. Onlar elə bilir ki, biz oyun oynayırıq, həm də əksinə amma öyrənirlər. Bəli, eynən. Çox Salam, axşamınız xeyir. Bəli, salam, axşamınız xeyir. Buyurun. Müəllimə, bir sual vermək istəyirəm. Bəli, Montessori sistemində 10 uşaqlıq bir qrupu, söhbət kiçik yaş qrupundan gedir. Neçə müəllim idarə edə bilər? 10 uşaqlıq qrupu. Bəli, məsəl üçün kiçik yaş, 4-5 yaşlı qrupları, yəni qrupu neçə müəllim olmalıdır dərsdə, yəni neçə müəllim idarə Əsasən edir? köməkçi müəllim olur, 2 müəllim nəzərdə tutulur, ümumiyyətlə siniflərdə. 2 müəllim nəzərdə tutulur. Bu məsəl üçün nadir hallarda ola bilər. 1 müəllim də olsun, amma normalda 2 müəllim, köməkçi müəllim və dayə həmçinin nəzərdə tutulur. Çox sağ olun. Çox sağ olun. Buyurun. Buyurun. Bir də neçə uşaq, ən çox neçə şagird ola bilər bir qrupda? Belə deyim, baxır, slaydı bağladım. Kim soruşursa slaydı bağladım. Belə, əgər sinifdə 15 uşaq nəzərdə tutula bilər ki, bu sinifin ölçüsünə baxır. Əlbəttə ki, məsəl üçün, əgər sinif balacadırsa, onun yəni sistemi belə qurmaq lazımdır ki, dar, sıxıcı bir ortam olmamalıdır uşaqlar üçün. Uşaqlar rahat, sərbəst, səlis şəkildə orada hərəkət edə bilərlər və bu uşağın sayını o ortamın, yəni ortamın böyük və kiçikliyi mütləq şəkildə rol oynayır. Hansı ki, böyük sinifdirsə böyük çox uşaq qoya bilərik, kiçik sinifdirsə kiçik uşaq sayını azalda bilərik. Yəni bu şəkildə. Çox sağ olun. Buyurun. Bir də mənim yazılar var idi. Onları qrupa atmaq olar. Siz bizə indi yazı göstərdiniz. Bəli, ata bilərəm. Göndərərəm Tamam. Fatimə Hə. xanıma. Başqa kiminsə sualı varsa buyursun. Bizim vaxtımıza nə qədər qalıb Fatimə xanım? Təlimlər əslində 1 saatdan artıq olmur. Təlimlə vaxt yekunlaşsa elə təlimimizdə orada yekunlaşar. Okay. Mən əsasən 40 dəqiqə həmişə nəzərdə tuturam, çünki çox vaxt 40 dəqiqə olur. Hər kəs yorulmasın deyə və gün iş saatının sonu olur deyə hər kəs yorğun olur. Beyin açıq şəkildə 40 dəqiqədən sonranı belə deyim, informasiyanı daha gözəl emal edə bilmir və buna görə də hər zaman çalışıram 40 dəqiqəni keçməyim. Amma suallara da mütləq şəkildə yer ayırıram. Bəli, buyurun. Buyurun. Əl qaldırıb kimsə. Buyurun. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Çox gözəl təlim idi. İlk öncə təşəkkür edirəm. Mən həm təşəkkür edirəm. müəlliməm, həm də anayam. Bilirəm ki, Montessori təlimini bir ana evdə də tətbiq edə bilər də müəyyən qədər öz övladı Bəli, üçün. bəli. Burada bir nəfər yazmışdı, mən səsləndirmək istədim ki, hansı kitabları məsləhət görürsünüz və ya hansı təlimə gedə bilərəm bu Montessori təlimini öyrənmək üçün? Həm sinifdə, həm də evdə tətbiq etmək üçün. Montessori təlimlərini biz də veririk. Həm əyani, həm onlayn şəkildə. Mən özüm verirəm şəxsən. Bizdə belə deyim, valideyn təlimi ayrıdır, müəllim təlimi ayrıdır. Amma məsəl üçün siz istəyirsinizsə, həm valideyn, həm müəllim tərəfini öyrənmək, bu şəkildə də öyrənə bilərsiniz. Belə deyim, kitablar baxımından deyirsinizsə, Montessori kitabları hələ çox da belə deyim, inkişaf olunub ortaya çıxarılmayıb. Amma ki, praktiki nəzəriyyəsini PDF-lər şəklində biz təlim verdiyimiz zaman valideynlərə, istər müəllimlərə veririk bu şəkildə. Valideynlərlə əsasən kreativ tərəflərini işləyirik ki, uşaqlar ilə işləyə bilsinlər. Təşəkkür edirəm. Onda təlimçi, yəni mən əgər istəsəm sizin Instagram səhifənizə ata bilərlərmi bu təlimdən sonra? Bəli, mən Fatimə xanıma deyərəm. Fatimə xanım.
Fatimə Təşəkkür xanım edirəm, çox bitirirəm. sağ olun. Atar, təşəkkür edirəm. Burada da istəyirsiniz qeyd etməyə çalışaram. Təlimin ödənişi Ekrem tableti bilmək göndər. olar. Necə? Ödənişini bilmək olar. Nə qədərdir təlimin ödənişi? Təlimlərimizin ödənişi barəsində siz şəxsiyə yazarsınız mənim Instagram səhifəsində. Mən ümumi məlumat hər kəsə verərəm, problem Doğru. deyil. Onlayn təlimlərimiz və əyani təlimlərimiz vardır. Instagram səhifəsini izləyib ətraflı məlumat orada da görə bilərsiniz. Bəli, bu vebinarda olan Montessori PDF-ini, bu vebinarda olan Montessori PDF-ini göndərə bilərəm. Başqa kiminsə sualı varsa buyursun. Yəni istər ənənəvi təhsildə tətbiq etmək istəyən müəllimlər, istər öz fəaliyyətlərində tətbiq etmək istəyən müəllimlər. Bir də çox üzr istəyirəm, yenə bir sualım var. Buyurun. Müşahidəçilik qabiliyyəti də xüsusi bir bacarıq tələb edir. Yəni onu hər insan bacarmır. Yəni Necə? siz bunu müşahidəçilik qabiliyyəti Bəli. bu hər insan bacarmır da. İstər valideyn olsun, istər müəllim olsun. Yəni onu çox az insan bacarır. Bəli. Onu nə üçün, necə əldə edirsiniz? Yəni bunu bilmək istəyirəm ki, necə inkişaf elətdirirsiniz bunu müşahidəçiliyi yüksək olan insanları? Necə edək biz ki, bizdə yüksək olsun bu müşahidəçilik? Müşahidəçilik bacarığını inkişaf elətdirmək üçün mütləq şəkildə Montessori materialları ilə uşaqlar işləyirlər. Müəllimlərdə həmçinin dediyimiz kimi səbir, gözləmə, uşağın potensialını ortaya qoyması üçün şərait yaratma, bu fəaliyyətlərin inkişafı üçün adətən belə bir öz təcrübəmdən belə bir nüansı diqqətinizə çatdırmaq istəyərəm ki, təlimi bitirən tələbələrim hər zaman bunu qeyd edir ki, biz bu təlimi aldıqdan sonra bizdə ən çox inkişaf edən nüans səbir və uşaqları anlama, uşaqlara yanaşma tərzimizin dəyişməsi olub. Təlimi alandan sonra istər təlim artıq oradakı prosesləri izləyəndən sonra orada siz müşahidəçilik prosesinin necə diqqətlə getdiyini daha dəqiq, detallı görmüş olursunuz. Yəni orada mütləq şəkildə müəllimin səbirli olması, uşağı izləməsi, uşağın səhvini anında deməməsi, bu kimi nüanslar vardır. Mən bir müəllim olaraq şagirdin öyrənmə tərzini anlaya bilmirəm. Məsələn, çətinlik çəkirəm ki, bu uşağa hansı yolla dərs keçsəm daha yaxşı qavrayar. Siz onu necə əldə edirsiniz? Uşağın potensialını ortaya çıxartmaqdan ötürü öyrənmə tərzini bilmək üçün hansı vasitələr istifadə edirsiniz? Çünki uşağın maraq dairəsini öyrəndiyimiz zaman, uşağın maraq dairəsinin nə olduğunu bildiyimizdə, biz onun öyrənmə tərzinin nə olduğunu artıq anlayırıq. Hansı tərzdə yanaşdığımızda ona maraq dairəsinin nə olduğunu daha yaxşı, daha detallı bilmiş oluruq. Yəni biz əgər uşağın maraq dairəsini bilməsək, onun öyrənmə tempini də görə bilməyəcəyik. Çox sağ olun. Buyurun. Salam, axşamınız xeyir. Axşamınız xeyir. Bu metodu maksimum neçə yaşlı uşaqların üzərində tətbiq eləsə daha səmərəli olar? Yəni yaş həddi var? Əslində biz belə 0 yaşdan götürürük, amma belə deyim, əsasən gələnlər 3-5 yaş olur. Erkən yaş inkişaf dövründə daha səmərəlidir. Amma deməzdim ki, sırf erkən yaşda tətbiq olunmalıdır. Bu metodika həmçinin böyük yaş qruplarına da tətbiq olunur. 15 yaşa kimi tətbiq etmək olur ki, mümkündür və məktəbləri var artıq. Amma 0 yaş uşaqlar üzərində də bu metodika tətbiq olunur. Axşamınız xeyir olsun. Axşamınız xeyir. Yəni mən yuxarı sinif riyaziyyat müəllimiyəm, yəni 5-11-ci sinif. Belə bir sual vermək istəyirəm ki, yəni birdən-birə bunu məsələn 10 yaşında uşaqlara tətbiq eləmək, yəni uşaqların da sayı hardasa 25 plus sinifdə, yəni o qədər şagird var. Nə dərəcədə mənə yəni çətin olarmı, asan olarmı bu proses? Çünki siz deyirsiniz ki,
ən azı uşağa nəyisə öyrətmək üçün aşağı yaşlardan onu formalaşdırmaq lazımdır. Bəli. Yəni bu proses mümkün olarmı? Yəni mən məsələn bu tətbiq eləsəm bu Montessori təlimini deyək. Belə deyim də, məsəl üçün siz hansı dərs üzərindən gedirsinizsə, onun daha çox praktiki tərəflərini keçsəz, praktiki tərəfdən keçsəz uşaqlara daha maraqlı olacaq. Belə uşaqların ən çox sevdiyi nədir? Hərəkət olsun. Uşaqlar daha çox hərəkətə fokuslanırlar və hərəkəti daha çox alırlar. Nəinki bizim dediklərimizi. Bizim dediklərimizi 10 sözdən, 15 sözdən sonra onlar üçün artıq belə deyim, heç bir şey yoxdur da. Yəni 10 sözdən sonra, 15 sözdən əgər maraqlı bir informasiya orada diqqətlərini çəkən bir şey olmayıbsa, hərəkət olmayıbsa, o artıq onların diqqətlərində olmur. Yəni yadlarında qalmır. Ona görə daha çox hərəkətə bağlı bir dərs keçsəz, daha maraqlı olar. Məsələn, mən adi tarix müəllimlərinə də belə məsləhət görürəm ki, böyük siniflərdə də o dərsin, məsələn, şah, padişah keçirlərsə, uşağın biri padişah olsun, biri o birisi dövlət olsun, biri bu birisi dövlət olsun. Hansı dövlət hansı dövlətə hücum edirsə, həmin prosesi real şəkildə uşaqlara göstərsinlər. İnanın ki, bu dərs daha çox fayda verir ki, bizim danışdıqlarımız. Yəni danışıqdan çox reala tətbiqə üstünlük versək, daha ötürücü oluruq, daha yadda qalıcı oluruq və daha maraqlı oluruq. Bəli, razıyam sizinlə. Sadəcə bilirsiniz niyə soruşdum? Çünki uşaq birdən-birə Bəli, bu mən şeyi sizi anlayıram. görür. Aha, belə xaos. Yəni uşaqların hərəkət görən kimi mən onu tətbiq çalışmışam. Mən uşaqlara çalışıram fərdi yanaşım ki, yəni birinin öyrənmə bacarığı aşağıdır, birinin yuxarıdır. Amma uşaqlar hərəkətə keçən kimi axı bu bilmirlər nədir də. Yəni bunu birinci dəfə tətbiq edirsən, heç bir müəllim bundan işləmir. Xaosa çalışırlar, çevirsinlər sinifi. Yəni başa düşdünüz də, yəni sinif artıq idarə eləmək olmur. Yəni bilmirsən hansından məşğul Bəli, olasan. orada empatiya girməlidir işin içərisinə. Bəzən belə deyim, empatiya, bəzən bizim sinifi ələ alma, uşaqları tanıma bacarığımız, hansı uşağa hansı tərəfdən yanaşa biləcəyimizi bilsək, onların belə deyim, zəif damarlarını bilsək, uşaqların o tərəfdən yanaşıb onları ala bilərik. Uşaqları inanın ki, hər bir uşağın, mən inanmıram ki, elə bir uşaq olmasın ki, biz onun ala bilməyək ələ. Çünki hər bir uşağın bir maraq dairəsi var, bir hissəsi var, hansı ki biz onu tuta bilərik. Və oradan biz yanaşsaq, inanın ki, sinifi idarə etmə prosesində onu birinci onu ələ alıb, daha sonra sizin dediyiniz prosesi tətbiq etsək, daha effektiv olur. Bəli, razıyam. Sadəcə mən elə gəldi ki, mən bu təlimlə heç maraqlanmamışdım. Uşaq sayı az olan siniflərdə məncə bunu tətbiq eləmək daha səmərəli verər deyə düşünürəm də. Yəni mən elə gəlir, bəlkə də səhv yanılıram. Yəni siz də fikrinizi bildirərsiniz. Nəinki çox uşaqlar olan sinifdə, çünki hər birinə diqqət, yəni dərs prosesində orta məktəbdə necədir indi mən digər məktəbləri bilmirəm. 45 dəqiqə ərzində hər birinə yəni biraz çətin olar deyə düşünürəm. Uşaq sayı belə deyim, ümumi informasiyanı verib sinifi dairə şəklində öz başınızda məsəl üçün ətraflı yığıb, ətraflı məlumat verib, daha sonra gələn dərsdə müzakirəli şəkildə daha geniş şəkildə öyrənə bilərik ki, daha effektiv olsun. Bunu belə edə bilərik. Məsələn, ənənəvi təhsildə mən belə deyərdim. Amma Montessori sinifində dediyiniz o xaos olmur. Niyə olmur? Çünki hər bir uşağın öz fəaliyyəti, öz idarəsi, öz materialı vardır və hər bir uşaq o materialla özü işləyir. Rahat və səlis şəkildə, rahat şəkildə yaxınlaşırlar, öz materiallarından işləyirlər. Məsələn, hər bir uşağın özünü idarə etdiyi bir materialı var. Məsələn, biri qırmızı, mavi muncuqlarla işləyir, məsələn, kəmiyyətə görə saymağı hesablayır. Biri məsəl üçün vurma cədvəlini öyrənir, biri toplamanı öyrənir, biri çıxmanı öyrənir. Sinifdə bir fəaliyyət var və hər kəsin öz işi var. Çox gözəl. Amma bunun üçün də gərək müəllim hər dəfə, yəni orta məktəbdə şərait yoxdur ki, nə bilim, dərsi keçirsən bu dəfə muncuq, bu şeylər biraz müəllim üçün elə özəl məktəblərdə məncə müəllimlər üçün bu vəsait ayrılır da müəyyən qədər ki, onu müəllim özü bu şeyləri biraz orta məktəbdə hər gün müəllimə ləvazimat baxımından hardasa çətin olur. Amma hərdən bir məsələn eləmək olar ki, uşaqların da Kreativ, biraz dərsi kreativ keçsə, məsəl üçün
Dediyim o qırmızı mavi çubuqlara biz məsəl üçün bir fayl götürə bilərik, iki fayl götürə bilərik, lövhədə yerləşdirə bilərik. Faylın içərisinə məsələn materialın məsələn tam toplamanı öyrənirik. Real şəkildə məsələn flomasterları ora yerləşdirə bilərik. Burada bu fayldan flomasterları çıxardıb o birisi faylın içərisinə məsələn çıxma məsələsini öyrədiriksə, bu şəkildə öyrədə bilərik. Real şəkildə hərəkətə bağlı öyrətdiyimiz zaman uşaqlara çox maraqlı olur və uşaqlar Bəli. daha çox diqqət göstərirlər. Aha, burada nə proses baş verdi və göz yaddaşları formalaşır. Göz yaddaşları da həmçinin formalaşır ki, bu da uşaqların beynində daha yaxşı yadda qalır. Yəni biraz kreativ olduğumuz zaman inanın ki, edə bilməyəcəyimiz heç nə yoxdur. Bəli, düşünək ki, hələ indiki uşaqlar çox hiperaktivdirlər. Bəli, Bu çox sevərlər də, yəni o cür dərsi, hərəkətli dərsi ki, elə. getsinlər, nəsə eləsinlər. Bəli, maraqlıdır. Çox sağ olun, minnətdaram. Mən təşəkkür edirəm. Başqa kiminsə sualı var mıdır? Axşamınız xeyir Məlahət xanım. Axşamınız xeyir. Məlahət xanım, biz deməli həm praktiki, həm nəzəri dərslərdə təbii ki, keçdik. Yəni siz adi şəkildə başa saldınız. Sadəcə olaraq məndə yəni yenə də sual formalaşır. Bilirsiniz nədə? Məsələn, belə düşünək də biz riyazi bölümü siz planlı şəkildə zaten dərs metodikasını siz bizə vermişdiniz. Orada var ki, məsələn, həftə 2 dəfə riyaziyyat bölümündən deyək də, məsələn, 2 dəfə riyaziyyat keçiriksə, riyaziyyat bölümünü. Çox məsələn keçdiyimiz prosedurda belə deyək də qavramadı, daha çox mənimsəmədi. Məsələn, biz o həftəlik dərsi o biri həftəki məsələn bu həftə qavramadı, bu keçdiyimiz dərsi. Həmin dərsi biz gələn həftə təkrarlasaq uşaqda bezici bir şey yaradırıqmı, yoxsa həmin dərsi necə, yəni davam eləməliyikmi onun üzərində, onu demək. Turan xanım bu arada deyəsən mənim tələbələrimdəndir. Bəli, bəli. Aha, lap yaxşı, çox şad oldum. Deməli, bezici olmuruq. Çünki nəyə görə? Biz əgər ehtiyac görürüksə, zaten qaydırıq həmin dərsə, həm də uşaqda nəyin yadda qalıb, nəyin yadda qalmadığına əmin oluruq ki, qalıcı yaddaşa keçib, yoxsa belə deyim, yoxsa hələ ki tam oturmayıb beynində və yaxud da ki, hələ ki ehtiyac yoxdur. Bəli, qalıcı yaddaşa keçibsə, artıq biz onda ehtiyac görmürük. İlin sonunda bir də bütün materialların üzərindən keçid edirik. Amma əlbəttə ki, uşaqlar üçün dediyim kimi bu Montessori oynayaraq əylənmə olduğu üçün uşaqlarda heç bir sıxıcı bir fəaliyyət olmadığı üçün onlar oynayaraq əyləndiklərini oynayaraq əylənirlər və öyrənirlər. Və bunun da fərqində olmurlar ki, onlar əslində akademik biliklərə yiyələnirlər və ona görə də sıxılmırlar. Əksinə onlara maraqlı gəlir. Anladım, təşəkkür edirəm. Yəni məndə formalaşan yəni sual olur ki, uşaqları da yormayaq. Zaten bizim tədris metodumuzda siz keçdiyiniz kimi uşaqları yorub bezdirmək olmaz deyə sual verdim onun ki. Təkrar keçə biləriyim. Təşəkkür edirəm. Bəli, bəli. Artıq sualın cavabını tapdım. Çox sağ olun. Buyurun. Burada sual var ki, bir vəsaitlə bir neçə uşaq eyni zamanda oynamaq istəsə nə etmək lazımdır? Dalaşırlar, bu zaman mən istəyirəm deyirlər eyni zamanda. Xeyr, belə olmur. Zaten sinifdə hər bir materialdan bir ədəddir dediyimiz kimi, amma biz uşaqlara yaxınlaşırıq, göz hizasına enirik və onlara bildiririk ki, hal-hazırda sənin yoldaşın materialla işləyir və əgər sən materialla işləmək istəyirsənsə, gözləməlisən və uşaq bunu təkrar istəyərsə, yenidən istəyərsə, biz yenidən eyni sözü eyni şəkildə deyirik və bezmədən, usanmadan təkrarən deyirik. Çünki uşaq artıq fərqinə varır ki, yəni mən heç bir şəkildə müəllimə təsir göstərə bilmirəm və bezdirmirəm, bezdirə də bilmirəm və həmçinin də artıq mən nə etməliyəm? Gedib digər materialla, istəsən digər materialla və yaxud da digər göstəririk biz, yəni yön göstərir, o maraq dairəsinə uyğun, maraq dairəsini bildiyimiz üçün yön göstəririk ona ki, hansı ki, digər materialla işləyə bilsin. Müəllimə, bu lap kiçik yaşlı uşaqlarda da yəni bu tətbiq eləmək mümkündürmü? Yəni 5, 6, 4 yaşlı uşaqlarda eyni
vəsaitlə oynamaq istəyən uşaqlarda. Çünki böyükləri başa düşdü. Amma yəni kiçiklərdə onu necə eləmək olar? Yəni kiçik uşaqları bilirsiniz. Əsasdakı erkən yaş qrupasındakı uşaqlar, yəni onları biraz başa salmaq çox çətin Aha. olur. Əslində onları başa salmaq belə deyərdim, çox rahatdır. Niyə? Çünki onların maraq dairəsinə uyğun, dediyim kimi, biz istiqaməti düzgün seçə bilsək, inanın ki, oradakı prosesi aradan qaldırırıq. Nəyə görə? Çünki uşaqlar su ilə oynamağı sevirlər, uşaqlar çay dəmləməyi xoşlayırlar. Anaların gördüyü bütün fəaliyyətləri uşaqlar görmək istəyir, kiçik yaşdakı uşaqlar. Qazanla oynamaq, evi süpürmək, stolu təmizləmək, əllərini qəşəng-qəşəng sabunlamaq, vannanın içərisində sabunu fırlatmaq. Yəni bildiyiniz evdəki anaların gördüyü bütün fəaliyyətləri uşaqlar o etmək istəyirlər və biz uşaqları həmin anda o kiçik uşaqları ora yönəldirik. Demək ki, hələ ki biz uşaqları o materiala deyil, onların öz inkişaf fəaliyyətlərinə yönəltməliyik. Düymələri bağlamaq, tikmək bacarığı, yəni bu kimi öz fəaliyyətlərinə yönəltmək lazımdır. Yəni əgər ki, uşaq heç bir şəkildə tabe olmursa, onu rahatlayacağı bir məşğuliyyətinə yönəltmək lazımdır. Qum, torpaqla işləmək, bitki əkmək, bura yəni bütün bildiyiniz rahatladıcı fəaliyyətlər daxildir ki, bizim bu gündəlik həyat bacarıqları bölümü həm geniş, həm də şaxəlidir. Belə. Ümid edirəm suallara cavab verə bildim. Hər kəs qane olub. Başqa kiminsə sualı varsa, böyük məmnuniyyətlə cavablamağa hazıram. Buyurun, mən təşəkkür edirəm. Axşamınız xeyir Məlahət xanım. Axşamınız xeyir. Mən də sizi dinlədim. Bəli, tam həmfikirəm sizinlə. Çünki müəllimə uşaqların onların maraq dairələrini mütləq bilməlidir ki, onlara yanaşmanı bilməlidir ki, nəticə əldə edə bilsin. Doğrudur, doğrudur. Tam razıyam sizlə. Hənifə Çox müəllimə. təşəkkür edirəm. Mən təşəkkür edirəm Hənifə müəllimə. Ümid edirəm faydalı ola bilmişəm. Bəli, bəli. Çox faydalıdır. Həqiqətən ümumiyyətlə Montessori təlimi indiki dövrdə, yəni bütün müəllimlərin bilməsi gərəkən bir təlimdir. Təşəkkür edirəm. Mən də elə düşünürəm ki, hər bir müəllimə bu metodikanı öz fəaliyyətində tətbiq etsə, öyrənsə, öz pedaqoji fəaliyyətində fərq yaradacağına inanıram. Tamamilə razıyam. Başqa kiminsə sualı varsa, sevə-sevə cavablandırmağa hazıram. Mən Əziz təşəkkür Məlahət xanım, dəvətimizi qəbul etdiyinizə görə sizə minnətdarlığımızı bildiririk. Düşünürəm ki, bu təlim iştirakçıların pedaqoji inkişafında müəyyən qədər rol oynadı. Qrupumuzda mütəmadi olaraq təlimlər təşkil olunacaq. Tövsiyəm budur ki, qrupu tərk etməyəsiniz və həmkarlarınızı dəvət edəsiniz. Sertifikat üçün elandakı əlaqə nömrəsinə yazmağınız kifayətdir. Gecəniz xeyrə qalsın. Növbəti təlimlərimizdə görüşənədək sağ olun. Təşəkkür edirəm məndən. Sağ olun.